Dostlar, yeniden xoş gördük herkesi. Sporun TV'de bugün yerlimiz Aydın Süleyman'ın oyunu var. Bildiğiniz kimi Aydın Hollandiyanın Veykanze şehrinde keçirilən Tata Steel Challengers turnirində iştirak edir. Aydın dünən Argentinalı şahmatçı Faustino Oron'u məğlubiyyətə uğratmışdı. Bugün isə onun rəqibi Rusiyadan olan İspaniyanı təmsil edən Daniil Yuffa idi. Aydın qara figurlarlaydı və oyunun başlanğıc hissəsində vəziyyət o qədər də yaxşı değildi. Amma sonra nə oldu? Bax, onu bu videoda görəcəksiniz. Çox maraqlı bir oyun sizləri gözləyir. Oyun qısa şəkildə bitdi. Görək nəticə necə oldu və oyunda nələr baş verdi. Bu videonun ən az 300 like hədəfi var. Hədəfə çatmamıza, dəstək olacağınıza təbii ki, narimlə davam olaraq kanala abunə olmaqla və bildirişləri açmaqla bizə ən böyük dəstəyi göstərmiş olarsınız. Hazırsınızsa oyuna keçsək. Qeyd etdiyim kimi Daniil Yuffa'larda Aydın qaralardadır. D4 ATF6 ilə başlayırlar. C4 Y6 ATF3 D5 tərəflər vəzir qambitinə gedirlər. At C3 C6 fil J5-dən sonra Aydın filini Y7-dən oyuna çıxardır və bağlamadan qurtulmuş olur. Y3 H6 fil qayıdır. F4 xanasından filə hücum var idi. At BD7-dən sonra rəqib vəzirini oyuna çıxardır. Vəzir C2 G2 ilə və Aydın bu vəziyyətdə at H5 oynayır. Təbii ki, at H5-dən sonra Daniil Yuffa'nın F4'dəki filinə hücum var. Yuffa filini gətirir Y5'ə və burada Aydın sanki rəqibinə bir heçicə təklif edir və atı yenidən qaytarır F6 xanasına ki, görsün ki, rəqib vəziyyəti təkrarlayırmı? Yəni fil F4 H5 G5'lər olacaqmı? Yenidən yoxsa yox. Amma Yuffa ağlarda oynadığını görür və təbii ki, uduşu oynamağı seçir. Və burada uzun qala qurur Daniil Yuffa. Uzun qaladan sonra artıq Aydın'ın qısa qala qurma gelişini görür və tərəfləri əks tərəfə qala qurublar. Bu isə o deməkdir ki, potensial bir hücum var lövhədə. Və Yuffa bundan istifadə etməyə çalışır. İlk növbədə şahını B1 xanasına geri qaytarır. C xəttindəki müəyyən təzyiqdən çıxartmış olur. Aydın isə vəzir A5 ilə cavab verir burada. Amma vəzir A5 bir o qədər də dəqiq geniş olmur. Əvəzində kompüter DS məsləhət görürdü. Çünki DS-dən sonra fil C4 B5 filə hücum var. Fil geriyə qaydanda artıq filimizi B xanasına templə oyuna çıxara bilərdi. Aydın bir qədər gecikir. Şah B1 gelişinə vəzir A5 oynayır. Vəzir A5-dən sonra Yuffa J4 gəri artıq cinahda hücuma başlayır və növbəti gelişdə J5, top J1 viyaları var. Birbaşa olaraq at J4 vurmaq o qədər də yaxşı deyil. Çünki at J4-dən sonra fil J7, şah J7, top J1 və rəqib figuru verir. Amma J4-dəki atımız bağlamada qalır. Və burada H5 gəlsə, H3-dən sonra təbii ki, yenidən atımızı vuracaq və şahımızın qarşısı tamamilə açılır. Bu isə çox çətin vəziyyət ola bilərdi. J4-də Aydın DS vurur. Bir qədər gecikmiş DS gelişidir bu. DS-dən sonra rəqibin top J1, J5 təhlükələri var idi. Amma Yuffa da bir o qədər dəqiq oynamır və fil C4 vuraraq piyadanı ortadan götürür. Və hal-hazırda Aydına B5, B4, fil B7 kimi şansları yenidən ötürür. Amma təəssüf olsun ki, Aydın fil B5 fil B7 ideyasından istifadə edilmir, əvəzində at D5 gəlir. At D5 gelişi ilə məqsədlərdən biri təbii ki, atları dəyişdirmək, digər məqsəd atı B4-ə keçirdir. A2 təhlükə yaratmaqdır. Amma at D5-dən sonra burada şahımızın müdafiəsi müəyyən qədər zəifləyir. Gördüyünüz kimi artıq şahı müdafiə edəcək bir figur qalmayıb. Demək olar ki, at D5. Daniil Yuffa isə at Y4 ilə cavab verir. Tərəflərin hal-hazırda bu vəziyyətdə 1 saat 7 dəqiqə, 1 saat 5 dəqiqə vaxtlar var. 1 saat 7 dəqiqə Yuffa'da, 1 saat 5 dəqiqə Aydın'da qalıb. Oyunda isə hələ ki 14-cü gelişdir. At Y4 ilə rəqib atları dəyişdirmək istəmir və şahımıza tərəf gətirir öz atını. Aydın da at B4 ilə cavab verir. At B4 vəzirə hücum var və A2-dəki piyadaya da müəyyən bir təhdidi var. Vəzir C3 oynayır Daniil Yuffa və lövhədəki ən dəqiq gelişdir. Vəzir C3-dən sonra burada atımızı bağlamaq hesabı, amma əsas ideyalardan biri vəzirlə fili birləşdirmək. Növbəti gelişdə desə J7 piyadasına hücum eləməkdir. Burada gələcəkdə D5, fil J7 kimi gelişlər də bizi gözləyə bilər. Aydın isə B5 ilə cavab verir. Filə hücum var. Təbii ki, məqsəd fili buradan qovmaqdır. Çünki fil A2-yə nəzarət edir. Məsələn, fil G2-yə qayıtsa, artıq vəzir A2 bu qalalı təbii ki, uduş vəziyyəti yaranır lövhədə. Vəzir C3, B5-ə isə Yuffa filini qaytarır B3 xanasına. Fil B3-ün davamında Aydın lövhədəki ən düzgün gelişi tapır və C5 oynayır. C5 gelişindən sonra məqsəd nədir? Fili B7 xanasına yerləşdirmək. Əgər rəqib birbaşa olaraq DS vurarsa, bu halda artıq fil B7 gördüyünüz kimi atları bağlamaya salmışıq və geridə də H1-dəki topdan bağlamadadır. At əgər D2-ə qayıtsa, bu halda at C5 yenidən B3-ə hücum edirəm və B3 vurandan sonra da vəzir A2 istəklərim də var. Amma Yuffa C5 gelişinə brilliant move eləyir. Əla bir geliş tapır burada və rəqib
bir J7 vurur. J7'dən sonra filini qurban verir. Məqsəd nədir? Əgər şah D7 vurub fiqur qurbanını qəbul etsə, bu halda DS və ya D5 yerişləri ilə rəqib öz vəzirinin yolunu açacaq. Şah G8-ə qayıdandan sonra artıq C6 istəyir. Gördüyünüz kimi C6-dan sonra atımıza hücum var. At B6 hansına gələndə isə at F6. Yəni atı qovur, davamında artıq atın F6-ya nəzarəti yoxdur deyənə at F6, fil F6, vəzir F6 və növbəti yerişlər J5-lər, top J1-lər bizi gözləyir. Bu isə çox çətin bir vəziyyətdə şahımızı müdafiə edəcək bir fiqur qalmayıb. Aydın Süleymanlı fil J7 yerişinə C4 oynayır və fildən əl çəkmir. B3-dəki filə daha bir hücum var. Bu mövqedə bir neçələrin düzgün yerişi var. Daniel Yufanın hal-hazırda müsbət bir üstünlüyü var. Şkaladan da bunu görə bilirsiniz. D5 onun ən yaxşı yerişlərindən biri idi. Çünki D5-dən sonra vəzirlə fili qoruyurdu. Fil H6, vəzir J7 mat ideyaları var idi. Amma Daniel Yufa burada çox kobud bir səhv yol verir. Fil F8 vurur, topumuzu ortadan götürür. Keyfiyyət üstünlüyü ələ keçirməyə çalışır. Və ələ keçirir. Amma vəziyyət bir o qədər də yaxşı deyil. Burada Aydının çox dəqiq bir yerişi vardı. Həmin yeriş fil B7 idi. Biraz uzaq hesablamadı. Yəni biraz bunu hesablaması çətin idi. Hal-hazırda bir top yoxdur. Fil B7-dən sonra Y4-də atı hücum eləmişik. Şah verib F2 götürmək istəyirik. Rəqib fil 7 vursa artıq bir top, bir yüngül fiqur öndədir. Gəlin bu hesablamaya baxaq. Fil 7 şah, şah A1-ə gəlsə ilk növbədə C5 vururam, vəzir A2 mat istəyirəm. Vəzir B3 vursaydı at D2 şah, şah B1-ə gələndə at D4 fillə şah verirəm, şah qaçanda isə B3 götürürəm, burada mat olur. Amma fil Y4-də şah C1 kansına gələndə C5. İndi təbii ki at A2 deyən var, 2 qat zərbə eləməyə çalışıram. A3 oynasa at A2 var, şah çıxır. D2-yə, C xəttindəki təzyiqdən qurtulur. Fil F3, 2 qat zərbə var. Vəzir B4, vəzir B4, fil B4 fiqurlardan birini ortadan götürüb daha sonra A5 oynaya bilərdik. Yəni qaralar bu vəziyyətdə A5 yerişindən sonra fil 7, hətta fili də birbaşa biraz uzaqlaşdırmaq olar. Fil 7, top Y8, fil qaçandan sonra B-a hələ vurmaya da bilərəm, tələsmirəm. B-a piyada bir yerişə vəzirə çıxmağa çalışır. Növbəti yerişlərdə B4, B3 və A2-dəki piyadanı da müdafiə edib, müdafiə olunmuş keçib piyadası yarada bilərdim. Aydın, fil F8-ə bir qədər düzdür, kompüter o qədər də yaxşı deyil deyir, amma insani cəhətdə oynanması gedişi nəzərə aldım ki, bizim qarşımızda kompüter var və biz yerişləri rahat şəkildə görə bilirik, amma oyunu insan oynuyor və bir qədər sakitləşdirir vəziyyəti. Fil F8 vurur. Fil F8-dən sonra rəqib keyfiyyət öndədir. Amma bizim B2 hücumumuz var. Bunu yaddan çıxarmır. Fil qayda bilmir. Vəzir A2 var axı. Növbəti yerişdə A3 görürük. Aydın vurur CB və 19-cu gediş indi tamamlanır. Hər iki tərəfin yarım saat vaxtı var. Nə oldusa bu oyun 23 gedişə qutarıb. Hal-hazırda 19-cu gedişdir və 4 gedişdən sonra oyun qutarır. Necə ola bilər ki, vəziyyətdə 4 gedişdən sonra oyun qutarır? Təbii ki, Daniel Yufanın kobud səhvi ilə. Növbəti gedişdə AB vurur. 2 sual lövhə qırmızı olur AB yerişindən sonra. Təbii ki, vəzir üçün yol açılır burada A xəttində və Aydın vaxt itirmir. Cəmi 2 dəqiqə hesablayıb növbəti gedişlər bədayətən gəlir. Vəzir A2 şah. Şah qayda C1-ə, fil B7. Məqsəd. Top C8. Fikir verin. Fil B7 yerişi ilə rəqibin lövhədə 5 dənə, daha da 6 dənə diri fiquru var, piyadalarda saymasaq. 2 at, 2 top, şah vəzir. Həm top C8 istəyirəm. Top 8-dən sonra vəzirdə bağlamaya salıram, həmçində C1-dəki şahı. Və fil B7-dən sonra fil Y4, fil F3, fil D1, fil H1 deyalar var. Yəni bir gedişlə rəqibin bütün fiqurlarına təhdid var. Çox əla bir gediş tapır şahmatımız burada. Daniel Yufa isə atını qaytarır D2-yə ki, Y4-də atı müdafiə edə bilsin. Top C8-də də heç olmasa at C5 gələ bilsin. Amma Aydın daha dəqiq cavabı tapır. Vəzir bir şah, at B1 yeganə gediş yoxsa matsan, fil Y4 oyundakı nöqtəni qoyan gediş olaraq şahmat sevərlər. Fil Y4-dən sonra Daniel Yufa təslim olur. Çünki hal-hazırda 2 yüngül fiqur bir topa qarşıda. Amma əsas məsələ B1-i vurmaq istəyirəm. Necə müdafiə eləsin? Şahı D2-yə çıxsa bu halda H1-dəki topu itirir. Top H1-dən sonra isə qaralar bir yüngül fiqur öndədir. Amma bu şəkildə davam eləsəydi daha gözəl cavabımız var idi. Fil B4, vəzir B4. Vəzir B2. Nə istəyirəm? Şah birinci xəttə qaydan kimi B1 vuracaq. Amma şah ikinci xəttə gəlsə, bu halda rəqib C2 bir yerişə mat var. Şah D1 gəlsə, vəzir B1, şah qaçır, vəzir H1 bu isə təbii ki, fantastikadır. Yekun olaraq şahmatçımız fil Y4 yerişindən sonra 23 yerişin tamamında Tata Steel Challengers'ın 10-cu turunda qara fiqurlarla Daniel Yufanı məğlubiyyətə uğradır.
Və sonda Aydın Süleymanlı qələbə münasibət təbrik edib və inanırıq ki, növbəti oyunlarda da bizi öz qələbələri ilə sevindirəcək. Şahmatçımız növbəti turda Vasili Ivanchukla qarşılaşacaq. Nəzərdə tutulur ki, bütün oyunlar Bakı vaxtı ilə saat 18:30-dan etibarən Sport TV kanalında mənim təqdimatımda canlı şəkildə yayımlanır. Canlı yayımlarımızı izləməyi unutmayın. Video haqqında, yəni oyun haqqında öz fikirlərinizi mütləq rəy bölməsinə qeyd edin. Məncə çox maraqlı bir oyun oldu və qısa şəkildə bitdi. Aydınlan və Aşqa çempionluğu gözləyənlər öz fikirlərini rəy bölməsinə qeyd edə bilər. Videonda müəyyən bir like hədəf var edim. Deyirəm ki, artıq video daxil olan kimi like eləmişsiniz, abunə olmalı, yaddan çıxarmayın, abunə olmusunuzsa sonuncu xahişim də olacaq ki, bildirişlər açasınız. Öncədən hər birinizə böyük təşəkkürlər. İnşallah növbəti videolarda görüşənə qədər özünüzdən müğayət olun. Hələlik.